Mənə də tədbirə gələndə elə moderator bəci verdilər. Mən dedim elə götürüm, bir yerdə bəlkə moderator olaram deyə belə beynimə gəldi. Sonra da spikerlərlə danışdıq, dedi ki, elə gəlin burada mən moderatorluq eləyim. Deməli, arxada QR kodlar olmalıdır, onu bir dənə aktivləşdirək. Çünki auditoriyadan kim sual istəsə sual versin, yönləndirsin və mən də o sualları yönləndirim spikerlərə. Bugünkü mövzumuzdan əlavə, yəni mövzumuz Behind Crypto Trading, What Drives the Industry-dir. Amma bunun yanı sıra mən biraz spikerləri dinləyərkən belə bəzi məqamları gördüm. Hansı ki, real estate-dən danışıldı, RVA-lardan danışıldı. Biraz dedik oraları açaq. Bir də ki, ümumiyyətlə tədbir boyunca fikir versəniz, daha çox belə texniki mövzular danışıldı. Ekin xanımın çıxışı xaricində deyərdim ki. Ona görə gəlin, mən deyərdim bunu biraz daha soft eləyək. Öncəliklə təkrardan xoş gəlmişsiniz panelə. Olun. Hoş bulduk. Süper. Teşekkürler. Deməli, yəni mənim ağlıma nə gəlir? İlk öncə bu sualı belə beynimə vermək istəyirəm. Yəni auditoriya bilirəm ki, indi kriptodur, investisiyadır, tradingdir və s. bunları bilən, bunları anlayan insanlardır. Amma səmimi deyim, yəni mən çox vaxt belə bir şey görürəm. Yəni insanlar şeydən danışır. Blockchain elə gəldi, blockchain belə oldu, belə çox söhbətlər olur. Yəni burada da blockchain bizim əsas belə mövzu başlıqlarından biridir. Mən ümumiyyətlə belə bir dənə ortaya birbaşa sual vermək istəyirəm. Blockchain nədir? Bunu ən sadə dildə necə izah edə bilərik? Ben alayım. başlayalım. İsterseniz. Buyurun. Blockchain dediğimiz şey aslında dağıtık bir defter. Dağıtık bir kayıt defteri. Çok basit. Bugün mesela bir bakkala gittiğinizde 1 manat verirsin, 1 ekmek alırsın. Bunu adam sana bir fiş fatura verir. Bir de kendi defterine yazar. Şimdi sen faturayı yırttın, attın çöpe. Adamın defterinde tek bir kayıt var. Marketin defterinde. Marketin defterinin yandığını varsayın. Tamam, marketin defteri gitti. Sizin aranızda yaptığınız o nakit alışverişin herhangi bir kaydı var mı? Yok. Aslında blockchain tamamen şunu getiriyor. Düşünün ki siz 1 manat verdiniz, ekmeği aldınız, fişinizi aldınız. Dünyadaki bütün marketlerin defterine bu işte bana 1 manat verildi, işte 1 de ekmek alındı bu kişiden bu kişiye. Bütün marketler tarafından bu yazıldığında sizin aldığınız marketin defteri yansa da bir şey olmaz çünkü yandakinde var. Ondakinde yansa yine bir şey olmaz. İşte sallıyorum. Türkiye'dekinde var. Ondaki yansa İran'dakinde var. Aslında tamamen blockchain dediğimiz şeyin temeli dağıtık bir defter. Bu kadar. Süper, məncə yaxşı cavab idi. Əlavəsi Süper, var. əlavə etmək istəyərdim. Əlavəni necə etmək istəyərdim? Bir çoxları blockchain deyəndə ancaq kriptovalyutanın ağlına gətirir. Əli bəyin də qeyd etdiyi kimi, çörək üzərindən misal verdi. Əslində çox məntiqli misaldır. Həqiqətən də blockchain üzərindən istənilən biznesi blockchain üzərinə keçirtmək olar. Və hesabatları, hətta anbarların hesabatlarını belə blockchain üzərinə keçirdirik. Keçirtmək olar, gələcək haqdadır. Biz artıq keçirdirik. Tamam, əla. Siz elə orada təqdimatda bir otelin, məsələn belə bir nümunə var idi. Oteli necəsə blockchain üzərinə deməli- bunu biraz aça bilsəz çox yaxşı olar. Məsələn, mən çox kənardan biraz bildim nəsə burada söhbət gedir, amma mənə şəxsən aydın olmadı. Deməli, baxın belə deyim. Abu Dhabidə bir otel var idi. Türklərin otelidir. Bu oteli satışa qoymuşdular və bu otel satılmırdı. Bilmirəm, perspektivi yoxdur. Yəni mən o tərəflərini bilmirəm. Real agent deyiləm. Bilmirəm, perspektivi yoxdur və ya yeri pisdir. Nə isə satılmırdı. Və bunlardan səhmdarlardan biri, 4 nəfər səhmdardır. Səhmdardan biri belə bir təklif verdi ki, bəlkə bunu tokenləşdirək sataq. Biz qanunvericiliyi öyrəndik. Birləşmiş Ərəb Əmirliklərində bunun mümkün olduğunu gördük. Biz onlara bir kod yazdıq. Onların otelini rus dilində deyəcəm, sıfıravoy, bilməm Azərbaycan dilində, sıfıravoy vəziyyətə keçirtdik və 10.000 hissəyə böldük. Və bu 10.000 hissəni Dubai fond birjası vasitəsilə satışa çıxartdılar və 2 sutka maksimum ərzində satıldı hamısı. Bu qədər sadə bir yolla. Və burada belə bir gözəl bir nüans var. Mən nəyə fikir verdim? Bu bizim birinci кейsimiz idi bu işlə bağlı. Burada gözəl tərəfi nədə idi? 8 milyon 10 yerə böləndə, yəni böyük bir məbləğ eləmir.
Normalda dünyanın hər yerindən investor ən azı bir payı əldə edə bilər. Bu bir pay sizə həmin otelin 10.000-də bir hissəsini versə belə, siz artıq Dubayda hansısa bir otelin səhmdarı olmuş olursunuz. Və hətta mövzunu biraz da genişlədərək deyim, bayaq burada bütün çıxışlara bugün qulaq asmışam, problemləri yazmışam, özüm üçün qeyd etmişəm və bu problem üzərində işləmək lazımdır. Mənim yanımda Azərbaycandan bir investor əyləşmişdi, elə belə söhbətləşirdik. Problemlərdən danışırdı, çıxış problemlərindən. Azərbaycan daxilində də. Misal deyir, istiqraz almaq mənim üçün problemdir. Niyə? Niyə problemdir? Deyir, ya harasa fiziki getməliyəm, Sokarın istiqrazını asan xidmətdə almalıyam. Və ya deyir, məsəl üçün, mobil tətbiq vasitəsilə alıramsa, mən deyir, bilirəm ki, mən istiqraz almıram. İstiqrazın adını alıram. Həqiqətən də belədir. İndi siz bunu blockchain üzərində təsəvvür edin. Bu istiqrazların tokenləşmiş versiyasını təsəvvür edin. Gecə 12-də bayram günüdür, nə fərqi yoxdur hansı gündür. İstədiyiniz an bir kliklə ala bilirsiniz və siz real olaraq onun sahibi olursunuz. Yəni siz pulunuzu üçüncü adama vermirsiniz, ged onu al mənim əvəzimə. Bir çox tətbiqin içində elədir, hələ ki təəssüflər olsun. Burada siz klik edərək səhmi istiqrazı, NFT versiyasına deyək, birbaşa ala bilirsiniz. Yəni əslində sistem çox genişdir və çox böyükdür, çox da maraqlıdır. Hər kəsə də məsləhət görürəm, özü də araşdırsın. Əla, çox sağ olun. Burada mən hələ də gözləyirəm auditoriyadan suallar gəlsin. Auditoriyadan hələ ki sual yoxdur. Amma mən ona sualıma davam edəcəm. Bu hissə aydındır. İndi əlavə olaraq burada nəyi mənim beynimə toxundu? Real world assets məsələsi var. Bir də DeFi tərəfi var. Bunların fərqini mən düşünürəm, yəqin ki, açsaq yaxşı olar. Çünki ümumiyyətlə demək olar bütün kripto birjalarda mən bu yazını çox görürəm. Yəni RVA, DeFi, nə bilim NFT və s. və s. Yəni bunlar nələrdir? Bunlar mövcud coinlərdə, kriptolarda necə uyğulanır? Və yaxud bəzi bu populyar belə deyək də kripto məsləhəti verən kanallar var ki, hansı ki, məsələn, deyirlər ki, işte RVA coinlər alın. Bunlara yanaşma necədir? Biraz bilmirəm, yəni ortaya sual atıram əslində. Kim istəsə cavab verə bilər deyə düşünürəm. Hayalə bırak. Hangi hayale bırakırım siz karar verin. Ben hayale bırakırım. Əslində sual çox maraqlıdır. RVA tokenlər dedikdə, yəni yenə də spekulyasiya olunan tokenlərdən söhbət edirik. Bir çox tokenlərin sadəcə tickerinin yanına RWA sözü yazılıb. Halbuki bunun heç bir aidiyyatı yoxdur. Yəni həmin sektora heç bir aidiyyatı yoxdur. Spekulyasiya instrumenti tamam fərqli instrumentdir. Real aktivlərin blockchain üzərindən keçirilməsi bu tamamilə fərqli bir işdir. Və mən RWA-də bir normal, böyük, hazırda iş görmüş proyekt olaraq Ondo Finance-ı qeyd edə bilərəm. Tokeni Ondo Finance mənə maraqlı deyil. Amma Ondo Finance-ın gördüyü iş çox maraqlıdır. Adamlar Amerikan istiqrazlarını, belə deyək də bizimlə istiqrazlarının obliqasiyalarını tokenləşdirib. Və insanlar artıq o istiqrazları 7/24 bayram və 365 gün 7/24 ticarət edə bilir. Bu bazar çox likviddir. Nəyə görə çox likviddir? Siz bu bir növ USDT-nin, müəllim bayaq danışırdı, USDT-nin təminatı var. Və siz USDT-dən geri pulunuzu istəyəndə, sizə cash verəndə sizin USDT-lər yandırılır. Eyni şey burada baş verir. Yəni RWA-də sizin pulunuz, misal DeFi ilə müqayisəsini deyirsiniz də, belə deyək, AVAX, Avalanche olsun və ya AAV olsun. AAV protokolu sizə kredit verir DeFi-də. Siz AAV-yə Bitcoin verirsiniz, əvəzində sizə USDT verir. Bitcoin özünün bir təminatı varmı? Təəssüflər olsun ki, hələ heç bir təminatı yoxdur. Yalnız elektrik enerjisi dəyəri var, bir də supply shock dəyəri. Başqa heç nə yoxdur. Yəni realda heç nəyə dayanmamış bir belə deyək. Əslində bir dənə də əlavəm var idi mənim. Davam edirdin. Hə, buyur. Bir məsələ var ki, xəyalın dediyi kimi də, yəni o coin və yaxud da token çıxarılır, amma onun məqsədi alınıb satılıb oradan pul qazanmaq deyil də. Həmin o coin'in bir məqsədi var da ki, həmin o yazılan RVA yazılan coinlərin hardasa bir 90%-i ümumiyyətlə ya istifadə olunmur, ya da hype məqsədi ilə yaradılmış coinlərdə. İndi dostlar da məni təsdiqləyər ki, hazırda 10 minlərlə, 20 minlərlə coin var və biz hansını alıb satacağımızı
sadəcə onların nə iş gördüyünü bilərək investisiya edirik. Yəni bu gün indi az əvvəl Xəyalla bunun müzakirəsini apardıq ki, məsəl üçün ZEC kimi, Wave kimi belə gizli protokolu olan coinlər var idi, hansı ki onların tranzaksiyası və s. güya bilinmir. Amma onlar o vasitə ilə, o coin vasitəsilə alınıb satıldığı üçün onların qiyməti qalxırdı. Yəni əslində biz traderlərin elədiyi də odur. Yəni nə iş gördüyünə baxıb ona əsasən yatırım edirik. İndi burada bir dənə maraqlı məndə sual yarandı. Elə o dəqiqə SFX-lə əlaqələndirəcəm. O nə iş gördüyü məsələsini necə araşdırmalıyıq? Necə bilməliyik ki, bu nə iş görür, nəyə faydalıdır, nədir bu? Bütün proyektlərin əvvəlcə, yəni bilirsiniz, çox ənənəvidir. Yəni birinci saytına daxil ol. Saytı işləyir. Yəni çox sadədir. Saytı işləyir, komandası nədir, komanda nə iş görür, roadmap-i nədir? Çünki həmin o proyektlərin hamısının bir roadmap olan bir belə deyək, sənədi var. Nə iş gördükləri ilə bağlı. Yəni o sənədə əsasən biz baxırıq ki, bu proyekt misal üçün gizli, məxfilik işi görür. Həqiqətən görürmü? Hansı proyektlərlə partnyorluq eləyir? Ki biz bu gün mənim özüm şəxsən dünya üzrə ən çox ticarət olunan 100 coindən o tərəfə ticarət eləmirəm. Yəni meme coinlər və s. daxil deyil. Mən ondan o yana eləmirəm. Yəni ilk 10 mənim üçün Eynən, məsələ odur ki, yəni həmin o 10 oktyabrda belə deyək də, onun pasportu nədir, nə iş görür? Onu onların daxilində veb-saytlarında hamısı olur. Veb-sayta baxırsan, komanda ilə tanış olursan, komanda kimdir? İndi hamı deyəcək ki, bizim bunu araşdırmağa vaxtımız yoxdur. Biraz haqlıdırlar. Araşdırmayasınız deyə də SFX yaradılır. Baxın, mən bir də əlavə eləmək istəyirəm. de. Burada olanlar hamı üçün. Yəni kriptoda o əvvəlki dönəmlər bitib və heç vaxt olmayacaq. Bunun bir də hamı əsas da gənclər yadda saxlasın. Bu dönəmlərin hamısı gedibdi. Heç vaxt təkrarlanmayacaq bu dönəmlər. Yəni siz əvvəlki bullrunlar filan belə şeylər heç vaxt gözləməyin. İndi başa salacağam niyə? Boğa yoxdur yəni. Öz tezisini başa salıram niyə? İmkan verməyəcək bu qazanma. Baxın, istənilən sahəyə adamları gətirməyin iki yolu var. Ya adamları məcbur edirsən gəlirlər ora, ya adamlara stimul verirsən gəlirlər. Kripto 20 il ərzində, demək olar 20 ildə, 15 il ərzində. 15 il ərzində kriptovalyutalar insanlara ümid və stimul verərək bazara gətirib. Yəni bir çoxları kriptovalyutanın futures ticarəti eləməsə belə, ən azından ömründə bir dəfə kriptovalyuta nədir, köçürmə necə olur? Mən 2 il bundan əvvəl bir podkastda bunu deyəndə aparıcı mənə belə bir qəribə baxdı ki, yəni nə aidiyyatı var da. Mən deyəndə ki, Telegram oyunları bazara 150 milyon yeni üzr istəyirəm ifadəmə görə xəmər gətirdi. Mənə belə qəribə baxırdılar. Əslində burada pis heç nə yoxdur. İnsanlara 50 dollara, 100 dollara kriptovalyutadan necə istifadə etmək lazımdığını öyrətdilər. Çünki sənə verdikləri tokenləri sən satmaq üçün mütləq şəkildə onları birjaya köçürməliydin. Yəni ömründə ilk tranzaksiyanı orada etmiş ola bilərsən. Və 150 milyon adam bu yolla birjalara gəldi. Yəni 60-70 yaşlı dayalarda. Bəli, ömründə ilk tranzaksiyasını hamster kombatla edən adamlar var. Yəni ömrünün ilk tranzaksiyasıdır. Bu adamlar kriptoda pulsuz pulun olduğunu düşündülər. 20 dollar, 30 dollar, 50 dollar, 100 dollar. Yəni klikləyərək prosta pul qazandıqlarını. 99.9% öz tanıdığım кейslərdən, araşdırdığım 100 nəfərdən deyirəm, 99'u o 20 dolların əvəzini birjalarda 10 min, 20 min dollardan ödəyib. Biliksizlikdən. Amma burada əks tərəfi də var. Əks tərəfi nədir? Bu adamlar kriptovalyutadan istifadəni öyrəndilər. Və bayaq müəllimin də, mənim də Əfqan qardaşım da danışdı, adı yadımdan çıxdı oğlanın. Tədqiq barədə danışan Əfqanistan oğlan. Şəfiq Əmri. Bəli. Onun da danışdığı mövzular əslində bunun ətrafındadır. İnsanları məcbur edərək deyil, stimul verərək kriptoya gətirirsən, sonra kriptovalyuta üzərində dünyanın finansal sistemini kriptovalyuta üzərinə keçirdirsən. Və sənin bu halda yenidən insanlara nəsə öyrətməyə ehtiyacın yoxdur. Bu zalda olanlardan kriptovalyutadan istifadə etməyənlər belə 90% köçürmə edə bilir. Yəni ən azından blockchain-də USDT-ni o tərəf bu tərəfə köçürdə bilirlər. Yəni bu qədər sadədir əslində. Yəni kriptovalyutanın növbəti getdiyi yer ödəniş sistemləri və real aktivlərin blockchain üzərinə keçirilməsidir. Bundan əlavə heç bir meme coin, nə bilim, Circle gəlir, Bullrun gəlir. Bunlar artıq qaldı keçmişdə. Çünki artıq kriptovalyutalarda, bazarlarda kifayət qədər adam var. Aydın. Burada elə bir dənə sualım Ali bəy olacaq. Hansı ki bu network, yəni Davos network deyəndə açı bir onu aça bilsəz yaxşı olar. Türkçə deyə bilərəm. Tabii olsun.
Ha. Şimdi Davos Network dediğimiz zaman yani bu buradaki anlamı aşabilirsek iyi olur. Bir de buradaki işte kriptoların bu komüniteleşme süreci var. Bunun önemi vesaire. Buna yaklaşımınız nasıl? Tabii. Öncelikle şöyle, Davos Network gerçekten bir blockchain network'ü değil. Aa, Bizimki aslında bir yazılım şirketi ve core blockchain uygulamaları ve işte merkeziyetsi uygulamalar yaptığımız bir şirket. Trade ile çok bir alakamız yok. O yüzden az önceki sohbetten çok şey yapamadım. İstifade edemedim. benim de trade'le çok aram yok. Yani Yani odaklandığımız nokta daha çok hani kripto trade'den veya bunun fiyatı nedir, ne kadar olur gibiden ziyade daha çok bu işin teknolojisi ve o teknolojiyi yaratabilmek. Çünkü diğer taraf başka bir ayrı bir profesyonellik istiyor, ayrı bir iş. O gerçekten zor da bir iş yani. İkinci sorunuza gelirsek, topluluklaşma, daha community tarafı. Aslında bugün bir network yarattığınızda bir network'ü sürdüren şey topluluk. Çünkü ben bugün bir blockchain network'ü yarattım ama kimse kullanmıyor. Bu network'ün bir kere zaten güvenli olma ihtimali yok. Çünkü merkeziyetsizlik dediğimiz şey ne kadar çok kişinin o network'te node kurduğu, ne kadar çok kişinin o network'te approver olduğuna dayalı bir şey. Bunun dışında hani birçok node kursanız dahi yine de bir şeylerin, bir aktivitenin o network'ü döndürebilmesi gerekiyor. Yani network üzerinde sizin eğer bir geliştirici topluluğunuz yoksa, kendi network'ünüz üzerine kimse herhangi bir şey üretmiyorsa, sizin network'ün sürdürülebilmesi imkansız. Yani bugün bir ara Layer 2'ler vardı, çok furyaydılar. evet. Hatırlarsınız. Mesela onların birçoğunu sürdürememesinin aslında en büyük sebebi development community'leri çok zayıf kaldı. Çünkü o tarafa invest yapmadılar. Çok da normal. Daha çok marketingle ilerleyip o hype'da yararlanmak. Dediğim gibi bunlar hani bu biraz daha farklı bir profesyonellik ama bu network, herhangi bir network yarattığınızda o network'ün içerisine ürün koymak istiyorsanız developer tarafına, yani bir developer network'ü kurmak zorundasınız. Bir developer network'ü kurmak yetmez, bir user network'ü kurmak zorundasınız. Çünkü ben bir ürün yarattım, Ethereum'e deploy ettim. Örneğin bir DEX yarattım, merkeziyetsiz bir borsa yarattım ve Ethereum'a koydum. Likitte pool'larını doldurdum. Ben para kazanamam ki user gelmeden. Yani benim paramın orada durmasının, ürünü yapmamın hiçbir anlamı yok. Mən anladım, başa düşdüm. Çox sağ olun, təşəkkür edirəm. Gəlin çox uzatmayaq. Deməli, bundan sonra bizim after party var. After party'dən öncə isə bizim o hədiyyə seremoniyası davam eləyəcək. Hansı ki, bizim partnyorumuz Apardan 3 nəfərə 3 aylıq kupon hədiyyə olunacaq. Birazdan onu açıqlayacaq. Təsadüfi formada aranızdan 3 nəfərə və əlavə olaraq Bitazinin verdiyi hədiyyələrdən hansı ki 100 USDT çıxarıla bilən 100 USDT. Onun 2 nəfəri qalmışdı. Onu da açıqlayacaq birazdan. Mən amma son bir sual almaq istəyirəm. Hamının o populyar sualı deyirlər. Bitcoin neçə olacaq və s. kimi bir sual. Təxminləri alaq. Ondan sonra da Xəyal müəllim, buyurun. İnşallah güzel olur. Yəni çünki burada məsələn SFX olaraq Xəyal bəyin bir qrupu var. Orada yəni kripto trade ilə bağlı özəlliklə qrafik analiz və s. mən baxıram. Düz mən özüm trade çox eləmirəm. Çox eləmirəm dediyim demək olar heç eləmirəm, amma baxıram, örnək verirəm, deyir ki, Xəyal deyir ki, nə bilim də, işte bura dəstəkdir, buradan belə olacaq, bura belə yüksələcək və baxıram, düz oldu. Yəni bu sirri nədir? Bir bu digər məsələdə Şəxsi də məndən soruşur. təxmin nədir? Bilirsiniz məsələ nədən ibarətdir? Yəni bu texniki analizləri ümumiyyətlə misal üçün biz hansısa tədbirdə oturanda mənə deyirlər ki, bəs tövsiyə nədir bunu eləməklə bağlı? Mən deyirəm ki, başlama ümumiyyətlə. Çünki bu texniki analiz dediyimiz şey bizim ümumi olaraq Bitcoin-in chartını və ya da hər hansısa bir coin-i analiz edəndə biz fundamental və texniki analizdən istifadə edirik. Və bizim əslində mənim çəkdiyim qrafiklər və yaxud da etdiyim analizlər çox qısa period, yəni bir həftə ərzində baş verə biləcək hadisələri qeyd edir. Uzun müddətli baxmaq istədikdə isə sən uzun müddət ərzində biraz fundamentala baxmalısan və əminəm ki, burada oturanların da 90%-i, ümid edirəm mən səhv çıxartmarsınız, təxmin edə bilməz. Niyə təxmin edə bilmərik? Çünki
az əvvəl çöldə xəyalla bunun müzakirəsini apardıq ki, Bitcoin 150 olacaq, yoxsa 54 olacaq. Biz ümumi müzakirə edəndə dip nöqtə olaraq 54-ə düşünmüşük, amma xəyal çox yaxşı bir məsələ dedi. Dedi, yəni altı boş olan bir şeydə bunu qaldırmaq da, salmaq da onların əlində olan bir Burada şeydir. amma bir məsələ var. Eynilə mən X-Labs-i də artıq baxıram. Aylar əvvəl məsələn xəyal yazır. Nə bilim, yadımdan da çıxıb açıq yəni. 49-a gedirik. Bitcoin nə bilim 49-a gedir. Yo ondan əvvəl 60 neçəsə 66 olacaq belə bir şey. Yəni o vaxtlar yəni Bitcoin 100 minlərdədir də. Onun insider var. Və insanlar həmin vaxt oldu yəni həqiqətən. məni çox Onun insider var. məni az qala təhqir edirdilər də. Yəni 126 mində yazıram ki 66-ya gedirik. Aşağıdan az qala təhqir yazırlar. Elə bil mən istəyirəm getməliyəm. Yəni bura getməlidir. Sadəcə burada belə bir məqam var. Xəyal bəyin sözünə əlavə etmək istəyirəm. Baxın, aktiv kripto trading dövrü bir yaşa qədər və bir həddə qədər olur. Bir yaşdan sonra adam stabillik, daha proqnozlaşdırıla bilən bazarlar axtarır. Misal siz bilirsiniz də, uşaqlar hamısı bilir. Mən Solana validatoruyam. Mənə məsəl siz soruşursunuz, Bitcoin düşəcək yoxsa qalxacaq? Maraqlı deyil. Maraqlı deyil. Bilirəm. Amma maraqlısı nədir? Daha çox düşüb qalxması. Daha çox düşüb qaldıqca insanlar Həmçinin. daha çox ticarət edəcək. Və ticarət edəndə mən daha çox komissiya yığmış oluram, fi yığmış oluram. Yəni volatillikdən başqa heç nə maraqlı deyil. Necə ki birjalara volatillik maraqlıdır, bütün birjalara, mənə də volatillik maraqlıdır. Gənclərin bir çoxu tradingi sənət kimi seçir və hər kəsə şəxsi. Mən məsələn, mən həmişə şəxsi fikrimi deyirəm, pis başa düşənlər üçün də. Mən məsəl üçün cavanlığımızın o super vaxtını, enerjinizin super vaxtını hazırki dövrdə boş xəyal dalınca düşüb $100 milyonçu olmaq xəyalından cavanlığınızı verməyin. Həmin vaxt ərzində hazırki instrumentlərlə, yəni indi pul qazanmaq o qədər rahatlaşıb ki, hazırki instrumentlərlə təsəvvür edə biləcəklərinizdən qat-qat artıq pul qazana bilərsiniz. Çünki ən önəmli şey zamandır. Traderin heç vaxt zamanı yoxdur. Trader 7/24 kompüterin arxasında. Adətən traderlər necə təsvir edirlər? Belə gülərüz, əylənən adamlar kimi. Tam əksidir. Traderlər asosial, hər kəsdən qıraq qalan, daimi əsəbi olan. Xəyalın gözəl tərəfi nədədir? Xəyal özünü o trading bataqlıq demək, yəni traderlər var, əks heç nə demək istəmirəm. Sadəcə xəyal həyatını o tradingə bağlamayıb. Düz. Xəyalın qollar var, müxtəlif sahələri var. Mən də trade edirəm. Siz görmüşsünüz mən necə trade edirəm. Mən də trade edirəm. Uğurlu da olur, uğursuz da olur, amma trading mənim həyatımın təməlini təşkil etmir. Gənclərə də yeni başlayanlara trading öyrənməkdənsə hazırki belə deyim, pulsuz informasiyalardan istifadə edib süni intellekt olsun, ən asandır. Yəni prompt yazaraq reklam satan uşaqlar var, aylıq 3000-5000 gəlir əldə edir sıfır büdcə ilə. Trade-də 3000-5000 gəlirə çıxmaq üçün minimum 5 il vaxt getməlidir və normal bir büdcə olmalıdır ki, sən 3000-5000 gəlirə çıxasan. Yəni onun üçün gəncliyimizin gözəl çağlarını kriptonun ən üstdə olan, ən primitiv tərəfinə xərcləməyin. Açıqda mən bir dənə son olaraq əlavə etmək istəyirdim bu mövzu ilə bağlı. Ki, bəs trade eləmə, qardaş, birincisi bizi bazarı öldürmə xahiş edirəm. Biz burada iş görürük. İkinci məsələ nədən ibarət? Bu panelin mövzusu. Mən də trade edirəm, əslində belə sərbəst paneldir, mən də trade edirəm. Əslində üzr istəyirəm. İndi Ali bəyə də söz verəcəm bundan bağlı. Bu paneldə əslində, yəni söhbət nədir? 3 nəfərin bir-birindən fikir ayrılığı olması lazımdır və bir-birindən mübahisə eləməlidirlər. Deyəsən bazarlıq. Davam edin. Məsələ nədən ibarətdir? Mən xəyalla 5% razıyam. Məsələ nədir? Hətta o bilir də mən. Həmişə 5% razıyıq. Məsələ odur ki, həqiqətən onun dediyində bir həqiqət var ki, bu gün bütün günü kompüter qarşısında trade eləməkdənsə, trade eləyəcəyin beyni və strukturu AI-ya yazırsan, AI-ya verirsən və botlar onu ticarət edir onsuz da. Yəni bundan 2 il əvvələ qədər mənim də həyatım tamamilə tradingdən ibarət idi. Amma biz bu gün ona görə SFX-i mən təqdim edəndə qeyd elədim ki, artıq AI ilə birlikdə işləyirik. Bu gün misal üçün hansısa xəbər eləmək üçün mən gedib hansısa xəbər saytından xəbər kopyalamıram. AI-ya deyirəm, AI eləyir. Bu gün mən ticarət eləmək üçün oturub kompüter qarşısında baxmıram. AI-ya deyirəm, AI eləyir. Amma ümumi gündəlik analizləri təbii ki, biz edirik. Və gənclərdə ümumi olaraq bu bazara girmək istəyən insanlarda belə bir fikir var ki,
xəyalla həmişə deyir ki, bu pul knopkasıdır. Sanırlar ki, pul bastın knopkanı buy elədin və ya da sell elədin, pul Yuxarıdan gələcək. düşsün bu. Mümkün deyil. Süper. Ya bu mümkün deyil və siz kriptodan birdən-birə pulunuzun 5 qat, 10 qat, 15 qat olacağını düşünməyin. Yəni biz çox vaxt bu barədə ortaq fikirdə oluruq ki, yəni mən ayda 5%, 10% qazananda şükür edirəm. Deyirəm ki, çox qəşəng pul qazanmışam. Yəni nəzərə Əslində alın çox ki, böyük gəlirdi. Yəni Əlbəttə. 10%lıq bir gəlir, inanılmaz bir gəlir də. Yəni bunu ilə vuranda dünyada elə bir investisiya instrumenti nəzərə yoxdur alın ki, bu ki- gəliri versin. nəzərə alın ki, banklar ümumi depozit olaraq ildə 12% verirlər, amma sən ayda 5-10% qazanma qabiliyyətinə sahib ola bilirsən. Yəni tək məsələ o hype-a düşüb həqiqətən çox qazanacam deyib o tələyə düşməyin. Belə başqa hər bir halda tradingdə problem yoxdur. Tamamdır. Gəlin son olaraq Ali bəy. Trade'dən bağlı ümumiyyətlə nə düşünürsüz? Yani Biri bu. isteyen yapsın da. Əli bəy mənim kimi Çok düşünür önemli. biraz. Ya şöyle o çok gerçekten çok ayrı bir profesyonellik, ayrı bir mental istiyor yani. O çok farklı bir şey. Yani bu benim inandığım şey hani kriptonun trading tarafından ziyade benim yaklaşık 10 yıldır bu sektörle ilgileniyorum. Yaklaşık 10 yıldır da bu tarafta teknoloji üretmeye çalışıyorum. Çünkü inandığım şey aslında merkeziyetsizliğin, yani dağıtık sistemin daha güçlü, daha gelecekteki hem finansın hem de gerçek hayatın merkeziyetsizlik üzerine kurulacağı. Ama onun dışında tabii ki bunlar asetler, bunlar değerleniyorlar. Yani bu tarafa bu arada hani tradingle beraber buraya gelen para bizi de çok etkiliyor. Yani özellikle geliştirici tarafında. Çünkü hype tabii ki herkese yarıyor ekosistemdeki. Ama dediğim gibi yani günün sonunda bizim yaptığımız şey daha çok, yani en azından benim inandığım şey daha çok bunun teknolojisi olduğu için yani inan şeyi falan bilmiyorum. Hani nereden alınır, nereden satılır. Kripto sahibiyim. Kripto alıyorum. Ama teknolojiye inandığım için alıyorum. İnandığım teknolojiyi sadece de alıyorum. Yani bugün bana sorsan ki Bitcoin'in işte hani aldığın elindeki Bitcoin'in maliyeti ne bilmiyorum. Ha, anladım. Ya, bu biraz daha mən sadəcə belə düşünürəm. Bu bəlkə də doğru yanaşma olmaya bilər. Məsəl, hansı bir bankın IPO-sunu almaq. Yəni mən bunu da eyni şey kimi görürəm. Yəni biraz daha yəni bilmirik. Sadəcə 20 il inanırıq ki, əvvəl bu qızıl yüksələcək. toplamağa bənzəyir əslində bu günləri. Eyni şeydir. Çünki rəqəmsal qızıldır. Bununla razılaşa da bilərik, razılaşmaya da bilərik. Fakt onu İnanırıq göstərir ki, rəqəmsal qızıldır. Hardan alsan zamanında onsuz da qabaqda olacaqsan. Ən azı inflyasiyanın qarşısını alır. Ən azı inflyasiyada itirdiyin pulların qarşısını alır. Sadəcə mən məsəl üçün Əli bəylə bu mövzuda daha yaxınam. Çünki X-Labs da 90% işinin 90% hissəsi məhz texnologiya üzərində işləməkdir, softlar yazmaqdır, real biznesə inteqrasiyaya kömək etməkdir və işimiz bundan ibarətdir. Mən məsəl üçün zamanında, yəni burada bir çox adam cavanlardan məni tanıyır. Zamanında çox ticarət eləmişəm. Yaxşı da olub, pis də olub, amma yaxşı ticarət elədiyim vaxtlar da olub. Ticarət sadəcə bir müddət, bir yaşa qədər dediyim kimi bayaqda və bir yerə qədərdir. Avtomatlaşdırılmış ticarət xəyalın qeyd etdiyi ideal bir şeydir. Biz də tətbiq edirik, xəyal özü nəticələrini görür. Yəni super bir şeydir. Amma yenə də avtomatlaşdırılmış ticarət belə Əli bəyin, mənim və mənim timsalımda komandamın məhsulları nəticəsində başa gəlir. Çünki o proqram kodunun alt tabanı biz düzəldirik. Üstündə traderlər öz ticarətini davam etdirir. Bu arada yani şeyler hani bu apayrı bir sektör. Yani trading gerçekten bir sektör ve şey de değil hani trading'i küçümsemek de çok yanlış bir şey. Çünkü sonuçta ayıp bence. tabii canım yani hani sadece kripto üzerinde olan bir şey değil. Yani bütün aslında Tabii ki. finansal ekosistem çoğunlukla bu trade hani biz kripto trading üzerine konuşuyoruz ama genel dünyadaki finansal ekosistem trading üzerine konuşuluyor ve yani dünyada işte en basitinden herkesin aklına gelen Wall Street diye bir şey var yani yapı var. Bunların üzerine teknoloji üretmek de başka bir şey. Yani hayalin yaptığı ürün de aslında bu sektöre katkı sağlayabilecek bir şey belki. Ama dediğim gibi yani kripto tradingle işte blockchain tarafını apayrı tutmak lazım. Trade ile trading sistemleri, trade ile trading teknolojileri de ayrı tutmak lazım. Təbii bilirsiniz, biz indi onun zarafatını eləyirik, amma hər bir halda bizim ümumi olaraq məqsədimiz insanlara fayda verməkdir. Yəni bu gün indi biz xəyalla avtomatlaşdırılmış tradingdən danışırıq, amma yenə bu bir tradingdir. Yəni sən etdiyin tradingin bəhrəsini görürsən. Və trading bildiyiniz kimi sadəcə kripto deyil, qeyd etdiyim bu forex-dir, forex bazarıdır, səhəm bazarıdır. Dediyim kimi də kakaonu belə, nə bilim, o türklər deyir, sığır tahvilini belə uşağın ala biliyorsun.
Ona görə də mən düşünürəm ki, bu sadəcə sizin birinci etapınızdır. Əsas maliyyə savadlığıdır və biz gələcəkdə təbii ki, bir yerdə bir neçə layihələr də eləyə bilərik blockchain ilə bağlı. Amma birinci məsələ trade'in nə olduğunu bilməkdir mənə görə. Şey Evet. değil mi? Trade, Lütfen. blockchain sektörü için. Yani. Ola bilər, nədə olmasın? Ha. Ortaqlıq da qurdular burada. Hə, tamam. Ortaqlıq da qurulduğuna görə düşünürəm biz bu paneli yekunlaşdıra bilərik. Bundan sonra bizim kiçik bir hədiyyə hissəmiz olacaq. 5 nəfərə hədiyyə veririk. Ondan sonra tədbir bitir və onun after party başlayır. Çox sağ olun. Qoşulduğunuz Sağ üçün. olun. Biz təşəkkür edirik. Teşekkür ederiz. Sağ ol. Hətta bir şəkil seçdik. Bura qoysam səs çıxmayacaq. Qoy yoxlayaq da səs çıxır yoxsa yox. Hə, çıxmadı. Süper. Mən də belə çox balaca